Salam dostlar, hər vaxtınız xeyirli olsun. Mən deyəndə ki, qardaşlar, dostlar, Azərbaycanda ləyaqətli polisdən söhbət gedə bilməz. Bəziləri gəlirlər, yəni elə dirəşiblər ki, yox, orada yaxşı adamlar var, yaxşı nə bilim, oğlanlar var, kişilər var. Qardaş, bax, son paylaşılan videonu gördünüz. Polislərin az yaşlara qarşı elədiyi haqsızlıq, o təhqiri, zorakılığı. Yəni, tək bu deyil, minlərlə, yüz minlərlə bax, belə polislərin haqsızlığı var. Hələ bizim gördüyümüz tərəf. Görmədiyimiz tərəf nə qədər alçaqlıqlar var bunların. Qardaş, bunlar hamısı peysər yığınıdır. Bunlar hamısı anasının əmcəni kəsənlərdir. Bunlar vəzifəyə görə haqqı görməzdən gələn alçaqlardır bunlar. Bu polislər, hamısı sizin o yaxşı dediyinizdə. Gəlib düşürsünüz ortalığa yaxşı oğlan. Yaxşılıq eləmək, yaxşı oğlan olmaq demək deyil. Siz yaxşı oğlan sözünü hələ anlamını bilmirsiniz ki, sən nə etsən yaxşı oğlan sayıla bilirsən. Yaxşı insan, yaxşı kişi sayıla bilirsən. Başa düşdünüz? Yaxşılıq Allah üçün edilir, qutardı getdi. Xidmətləri yoxdur bunların. Sizin o yaxşı dediklərinizin xidmətləri yoxdur. Bu dəqiqə desən deyəcəklər Gəncədə polislərin içində belə oğlanlar var. Nə bilim, Bakıda belə oğlanlar var, Şəkidə belə oğlanlar var. Qardaş, belə oğlanlarla deyil bu məsələ. Azərbaycanda bu terrorçu Əliyev rejimini qoruyub və yaxud da saxlayan bu fahişədən əmələ gələn polislərdir. Bu arvadlarına, qızlarına haram yedizdirən bu anası fahişələrdir bunlar. Bunlardan bizə qardaş olar, bunlardan bizə yəni millət evladı olar. Bu qədər haqsızlıq olur, ədalətsizlik olur. Hani bu polisin içində deyirsiniz yaxşı oğlanlar, nə bizi sevirlər, millət sevərdir. Hani bə? Niyə bizi müdafiə eləmirlər? Niyə? Axı onun işi bizi müdafiə eləmək idi. Axı onun işi, onların işi bizə xidmət eləmək idi axı. Hətta and içdilər axı. Söz verdilər axı bizə. Hani bə? Yoxdur. Yoxdur. Yəni ki, artistlik eləməyin. Matışqalıq eləməyin, ikiyüzlülük eləməyin, hə? Polisdə nə bilim, yaxşı kişi var, yaxşı oğlan var. Yaxşı kişiləri ya türmələrə salıb başına min oyun açırlar, ya da ki acından öldürürlər, baş aşağı eləyirlər, yol süpürtdürürlər, ya da ölkədən qovalayırlar. Yaxşı kişiyə bu rejimdə yer var, nə boş-boş danışır sizə, bambılı yığını bambılı, düşük yığını düşük. Nə vaxt bilət ağıllı adam olasınız, nə vaxt bir şuurlu adam olasınız, nə vaxt bir şərəfiniz olacaq, namusunuz olacaq, Siz düzə düz desəniz olmaz. Siz düzə düz desəniz nə olacaq ki sizə? Güya gəlib burada, nə bilim, hansısa polis kiməsə 2-dən bir yemək alıb, kiminsə yolda, nə bilim, maşınını saxlayıb, iştirafı olub, 100 manat, buna 20 manat verib, çıxıb gedib, işin üstünü bağlayıb. Düşüb sonra ortalığa ki, filan yerdə məndən 100 manatın yerinə 20 manat aldı, belə oğlandı. Hadi get, belə, bəstirin də nə qədər axmaq adamlar sizəsiz. Nə qədər tipoy manqurt adam sizəsiz. Biz xidmətdən danışırıq, siz yaxşılıqdan danışırsınız. Biz xidmət tələb edirik. Siz nə tələb edirsiniz? Anlamadım mən. Polisdən nə tələb eləməliyik? Xidmət. Yox, mənə nə bilim, 2 zəmbil yemək aldı, filan şəhidin ailəsinə pul yardım elədi, nə bilim, yemək verdi, nə vardı, produkt aldı verdi. Bəstirin də artistlik eləməyin də. Özünüzü matışqalığa qoymayın, özünüzü cındırlığa qoymayın, hə? Şərəfsiz köpöşə şərəfsiz. Belə bezmiş ya bir millətin içində nə qədər yaltaq 200'lü belə matışqalar, nə də bunlar kimdə belə? Bunlar doğrudan da bizim millətin şərəfli evlatlarıdır, Doğrudan da siz vicdanınıza əlinizi qoyub, düzə düz, əyri deyən adamlarsınız siz. Yəni mənim millətim belə alçaqlıq eləyə bilməz, yəni mənim millətimin evladı oğraşa oğraş deməlidir, düzə düz deməlidir. Qutardı getdi. Sən burada oğraşa düz necə deyə bilərsən? Sən burada alçağa necə düz deyə bilərsən? Nətər olur ki bu? Polis olmur, kim olur olsun? Nətər deyə bilərsən bunu? Sənin ləyaqətli dediyin polislərin bu günlərim bütün bölmələrdə zülüm, zillət bura yox, bura gəlib çıxıb. Qarşısını alsın da. Qarşısını alsın da, mərddir, millətini sevir, vətənini sevir, eləsin də. Eləməz. Niyə? Çünki poxlu qarnını güdür o. Sənə də yalandan 2 zəmbil yemək alır, orada burada biraz yaxşılıq eləyir. Всё.
düşmənə xidmət etməyini, oğraşdığını, namussuzluğunu bununla örtür üstünü. Sənə yaxşılıq eləyirəm, onunla örtür. Yox, bu keçməz ki. Bu keçməz. Mənə də çox yaxşılıq eləyənlər orada, amma niyyəti başqa idi. Hə, mənə də çox yaxşılıq eləyənlər var idi ortalıqda bəziləri. Yaxşılıq eləmişik. Səni müdafiə eləmişik, dəstəkləmişik. Amma sonunda baxdıq ki, niyyət başqaymış. O yaxşılığın niyyəti səmimiyyətdən gəlmir. Hə, səmimiyyətdən gəlmir. Pis niyyətdən qaynaqlanır. Axı siz bu edilən yaxşılığı nədən siz aparıb bağlayırsınız bu yerlərə ki, nə biləm filan yerdə polis var, yaxşı oğlan. Ay qardaş, yaxşı oğlan nədir, nə yaxşı oğlan? Bazarda daşmısınız ya siz, milləti qırırlar. Milləti qırırlar. Sən millətini sevirsənsə bir polis olaraq. Buyur günah əziyyətcə bizi müdafiə elə. Bizi müdafiə elə. Polis bizi öldürür, qırır, məhv edir, anamızı ağladır. Digəri susur. Mən niyə deməm, mən o qədər qeyrətli olsun, o qədər namuslu olsun ki. Sonuç olaraq adam zülüm qarşısında susur, birbaşa özdə polis olaraq. Səlahiyyətli bir şəxsiyyət olaraq. Şəxs olaraq. Zülüm qarşısında susur, birbaşa düşmənə xidmət eləyir. Tutardı getdi. Belə adam gəlin mənim necə qardaşım ola bilər? Bu nə tər qardaşdır, bu nə tər millət evladıdır? Bu nə tər düz olmaqdır? Ona görə burada nağıl danışmayın, hekayə danışmayın. Zülüm baş verirsə zülmə qarşı çıxın. İraq nə bilim yaxşılardan, orada nə bilim yaxşı oğlan var, burada nağıl danışmayın, hekayə danışmayın, başıboş yığını, başıboş. Özünüzü nə qədər axmaq yerinə qoymuşsunuz siz? Nə qədər tipoysuz siz? Akşam inşallah canlı yayındayım dostlar. Allah'ın izniyle indi mövzumuz bu polislerin aksızlığına bağlı olacaktı. Hazır olun, polisler sizin dalınıza pas sokacağım. Oğraşdan əmələ gələn fahişə köpək uşağı. Sizə qarşı başqa cür danışmaq olmur. Bəzən deyir sizi bu polislərin niyə təhqir edir? Qardaş, bunlar ondan başqa nəyə layiqdir ki? Nəyə? Yəni adam balası kimi çıxırsan deyəcəksən ki, bunu eləmə də. Bunu eləmə. Mənə 2 zəmbil yemək alım, orada yaxşılıq eləm. Belə yox. Mənə xidmət elə. Xidmət eləmirsən, söyləsən. Başqa çarə qalmıyor. Başqa çarə qalmıyor. Vəziyyəti gətirib bu yerə çıxartmışsınız. Budur məsələ. Sağ olun dostlar. Allah amanda qalın. Canlı yayında görüşənədək. Sağ olun.